Xırdalan şəhərin tam mərkəzində, Heydər Parkının qarşısında çıxarışlı 2 otaqlı bir mənzil çəkib sizə təqdim edirəm. Mənzil əşyalı formada satılır. Görünən bütün əşyalar qalır. Mənzilimizin ümumi sahəsi 63 kvadratdır. Kupça əldədir. Mənzilin deməli əsas giriş hissəsidir. Mənzildə nə əşya görürsünüz? Bütün əşyalar qalacaq. Sadəcə bir dənə burada soyuducu var. O çıxarılır. Mənzilin qonaq otağıdır. Qonaq otağın proyekti əladır. Yer əla bir yerdir. Mənzilin yerləşmə yeri super bir yerdir. Bina da çox elit bir binadır. Geniş həyəti, qarajı, parkın yanı, məktəbin yanı, balkona çıxış zaldandır. 63 kvadrat, satış qiyməti 116 min manat, kupçalı mənzildir. Real alıcıya cüzi bir məbləğdə endirim olunacaq. Mətbəx hissəsidir. Deməli, burada sadəcə bu soyuducu çıxarılır, qalan bütün əşyalar qalacaq. Burada da yerləşir mənzilimizin yataq otağı, bu yataq otağında olan bütün mebellər qalır. Dəyərli izləyicilər, bir daha qeyd edirəm, Xırdalanın mərkəzi Heydər Parkının qarşısı. 18 mərtəbəli binanın 15-ci mərtəbəsi. 63 kvadrat, bir otağın 2 otağa düzəlmə, çıxarışı əldə olan və görünən əşyalar qalmaq şərti ilə satılan bir mənzildir. Mənzilə günün istənilən saatı zəng edib əlaqə saxlayıb gəlib baxa bilərsiniz və bizdə bundan savayı həyət evi, bina evləri, mənzillər mövcuddur. Əlaqə saxlayıb onlarla da bağlı məlumat ala bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.